çöl püləkən qızılalıqların içində. Başım barıya dəydi, şun başıma. Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb. Hadisə ötən gün rayonun Seydimli kəndində baş verib. Kənd sakini 2008-ci il təvəllüdlü Ayaz İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb. Məsələ ilə bağlı zərər çəkmişin nənəsi Nailə İsayev və RTV-nin Qarabağ bürosuna açıqlama verib. Səhər-səhər mən rayona getmişim. Xəbər gəldi ki, uşaq dalaşıb. Mən elə bildim elə belə adi bir davadır həmişək kimi. Oğlum dedi mən gedirəm, amma sən gəl, taksi göndərdi. Mən taksi ilə gəldim. Sakitcə düşdüm. Məktəbin həyətinə getdim, gördüm bir 2-3 nəfər belə yığılıb, çöl püləkən qızılalıqların içində. Qanı görəndə orada özümü döydüm, qışqırdım ki, bu nədir, nə hadisədir, Ayazı mənə göstərin. Heç orada bilməmişəm, skor çağırırlar, iynə vurub, ayıldılar, getdim ki, müəllimlər otağında, müəllimələrin qucağında ilə bir uşağın meyidin. Uşağın vəziyyəti o vəziyyətdə heç. Bu dəqiq ona həkim deyir, irgənləm deyir xəstəxanadan. Deyir, o həkim icazə vermədi ki, oturmaq, durmaq olmaz. Arxa üstə yatmalıdır, Bakıya yazır. Zərər çəkmiş Ayaz İsayev isə bildirib ki, həmin yeniyetmə ilə aralarında bir neçə dəfə mübahisə olub. Sonradansa məsələ bağlanıb. Şimdi uşaqla aramızda incik yarandı bir dəfə dalaşdıq, ondan sonra bağlanıb söhbət, sonra təzdən yenə. Məsələn, aramızda bir problemimiz ondan sonra yenə. Uşaq məndən elə gördüm ki, ancaq elə iyiləşir də. Söz eşitmək istəmirəm. Mən də elə onunla danışanda görmüşəm, mənim dediyim tonla başa düşmür, mən də uşağı vurdum. Yəni arasından bir 15-20 dəqiqə çəkməmiş, 5 dəqiqə, 10 dəqiqə çəkərdi. Görün, dədəsi girdi içəri ki, belə sayğayası kimdir, dedim mən. Elə birinci yumruğunu atanda, yumruğunu tutanda o bir əllə gözümün üstünə qoydu. Elə onda gördüm ki, ancaq elə başıma gözümə yumruqla döyəndə, elə başım barıya dəydi, şun başıma mısın. Elə gözümə açanda görürüm ki, müəllimlər otağında məni divanda uzadıblar. Qızıla qan içindəyim, ağzım, gözüm dağıldı. Xəstəxanadan evə buraxılan Ayaz İsayev səhhətinin yaxşı olmadığını da deyib. Yəni, bir dəqiqə başımda salamat yer yoxdur, gözümdə salamat. Nə yemək yeyə bilməm, nə su içə bilməm, heç bir şey. Qeyd edək ki, şagirdlər dərsdə olduğu müddətdə şagirdin valideyni Bəxtiyar adlı şəxs məktəbə gələrək sinif otağına daxil olub və Ayaz İsayeva yumruqla xəsarət yetirib. Zərbənin təsirindən İsayevin burnu qırılıb, faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, təbibdən verilən məlumata görə 2008-ci il təvəllüdlü şəxsə baş beynin silkələnməsi diaqnozu təyin edilib.